hər bir mərhələnin bitişi həmişə yeni bir mərhələnin yaranması deməkdir. Bu möhkəm qaydadır. Biz orta məktəbi qutaranda ağlayırıq, balaca bir ölüm yaşayırıq. Eləcə ana bətnindən bu dünyaya gələndə də ağlamışdıq, balaca bir ölüm yaşamışdıq. Amma sonra yeni bir həyat başladı. Uşaqlıqdan çıxanda ağlayırıq, balaca bir ölüm yaşayırıq, amma sonra yeni bir aqibət yaranır. Hər dəfə evlənəndə qızlar ağlayırlar, balaca bir ölümdür. Oğlanlar da ağlayır. Oğlanlar da ağlayır, göz yaşını gizlədə bilməyənlər ağlayır. Və bu bütün ömrü boyu bizi müşayiət edir. Hətta yerimizi dəyişdirəndə, ölkəmizi dəyişdirəndə, evimizi dəyişdirəndə biz bu balaca ölümləri yaşayırıq. Və hər dəfə də baxırıq ki, bundan sonra yeni bir həyat başlayır. Və nə vaxtsa bu bizim ürəyimizə və ağlımıza çatmalıdır ki, o böyük ölüm də başqa bir həyatın başlanğıcıdır, qapısıdır. Buna hazırlaşmaq lazım. Hər gün ölür və sən səhərə çıxırsan, yeni bir günə başlayırsan. Bunu 1000 dəfələrlə yaşayırsan ömründə. Günlər dəyişir və bunu yaradan da elə yaradıb ki, bu təkrar vasitəsilə də olsa insan ürəyinə çatsın ki, dünənki günün ölümü yeni günün başlanğıcıdır.